Bizim Azərbaycana ildə 50.000 ton palma yağı gəlir. Bu palma yağı bütün dünyada işlədilmir və onun hamı əksinədir. Dünyanın heç bir ölkəsində palma yağı işlədilmir, qida kimi ha. Başqa şey üçün istifadə olunur. Qida kimi istifadə olunmur. Palma yağı qədər insanlara ziyan vuran ikinci bir qida yoxdur. Palma yağı insanları kökəldir yalandan. Pi kimi yığılır oraya. İnsanların immunitetini kəskin aşağı salır. Ondan başqa gənclərimiz, qızlarımız, uşaqları olmayacaq onların. Kişilərin kişiliği qalmayacaq onda. Bunların hamısını mən deməklə mən bir dəfəlik deyirəm, dövlətimizə deyirəm, hökumətimizə deyirəm, qida təhlükəsizliyinə deyirəm. Palma yağının Azərbaycana gəlməsinin, qidada istifadə olunmasının qarşısını alın. Gör nə varırlar. Makaron düzəldirlər, vermeşil düzəldirlər, onu palma yağına salıb çıxarırlar. Uşaq qidasıdır, skşonlu malako, sıxılmış süt. Ona palma yağı qatırlar ha kişi. Bu, genimizi məhv eləmək deməkdir. Əziz və hörmətli Qida Təhlükəsizliyi Komitəsi. Əgər siz də rüşvət alıb, nəyisə qidanı buraxacaqsınızsa, bu millətin ölümünə qərar vermiş olursunuz. Mən sizdən təvaqqə eləyirəm, xahiş eləyirəm, heç yerdə rüşvət alınmasın, bütün qayda qanunlara əməl olunsun və düzgün bəzi qidalarımızın qarşısı alınsın. Burada çoxlu xaricdən gələn qidalar var. Cipsidir, mipsidir, nədir, bilmirəm nədir, kartoşkadır, bir də əl boyda ət parçası, əl yoxu balaca bir onu sapılcanın içine üstə qoyun. Siz Allah yalvarıram sizə. Onu yağda bir qızardın. O başlayacaq, o balaca bir tikə böyüyəcək, böyüyəcək. Bu polimerdir də.